Gürcüstanda Azərbaycanlı gəncin qətlində ittiham olunan şəxs Türkiyəyə qaçarkən saxlanılıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Gürcüstanın Marnelu rayonunda bazarda 27 yaşlı Sahib Bayramovu qətlə yetirməkdə ittiham olunan 2002-ci il təvəllüdlü şəxs Türkiyə ilə sərhəddəki Kartsaxi sərhəd sektoru ərazisində saxlanılıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marnelu bazarındakı zərgərlik mağazasında ata və oğlunu odlu silahla yaralayaraq hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri aldığı travmalardan dünyasını dəyişib. Aparılmış istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi tez bir zamanda müəyyən edilib və onun barəsində qanunla nəzərdə tutulmuş əməliyyat axtarış tədbirləri həyata keçirilib. Törədilmiş cinayət əməlinə görə 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Gürcüstanın Daxili İşlər Nazirliyi Türkiyənin Daxili İşlər Nazirliyinə, həmçinin Gömrük və Xarici Ticarət Xidmətinin nümayəndələrinə operativ əməkdaşlığa görə təşəkkür edib. Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu qətl törədən şəxsə qiyabi ittiham irəli sürüb. O, sifarişlə və xüsusi amansızlıqla 2 və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd və odlu silahı qanunsuz əldə etmə, saxlama və daşınmasında ittiham olunur.